Salam dəyərli izləyicilərim, hamınızı salamlayıram, hamınızı təbrik edirəm. Kanala abunə olun, kanala like verin, daha çox paylaşın. İlk öncə bunu deyim və sonra da deyim ki, çox sağ olun, təşəkkürümü sizə bildirirəm. Belə də eləyə bilərəm. Nəyə görə? Ona görə ki, artıq bizim səsimizi Azərbaycan mətbuatı da eşitdi və jurnalistimiz İlkin Məmmədkərimova da çox böyük təşəkkürümü bildirirəm ki, peşəkarlıqla bizə, mənim kanalıma diqqət yetirdi, rəylərimə və kanallarda paylaşıldı, xəbərlər kanalında və sizlə, bu bizim hamımızın işimizdir, sizin dəstəyinizlə, mənim rəylərimlə, bu biz elə bil biz bu işi bir yerdə gördük. Xahiş edirəm, daha çox like verin, daha çox abunə olun, daha çox kanala baxın, daha çox paylaşın ki, kanalımız daha böyüsün, daha böyük medialara çıxaq, səsimizi eşitsinlər. Belə deyək də, yəni o necə həmişə Firminlə dediyim kimi fuflu mallara qarşı duraq. Bu gətirib zəhərli şeyləri satmasınlar, nə bilim tuxta. Zəhərli deyəni biraz pis çıxır, keyfiyyətsiz məhsulları almayaq, keyfiyyətsiz məhsulları soxmasınlar. Nəysə, öpürəm hamınızı, bağrıma baxıram. Çox sağ olun, maç quç.